Deməli, Hyundai Accentdir. Speedometr işləmir. Speedometrin problemidir. Kodları görürsünüz. Avtomobilin sürət sensorundan şikayət eləyir. Bir də sürət qutusu turbinli çarxların fırlanma sensorundan şikayət eləyir. Amma mən sürət qutusunun göstəricilərini açanda sürət qutusu da dəyişmir. Yəni vəziyyəti yaxşı dəyişmir. Deməli, sürət qutusunun göstəricilərini açanda turbinli çarxların və nasos çarxların sürətini görürəm. Reverse ayağım tormuzdadır. Reverse cup sıfırladı. Yəni belə deyə də ustaların elində bublik qoşuldu. Çarxları sıfırladı. İndi hərəkət edirəm. O birisini də yoxlayırıq. Hər ikisi görür. İndi mən hərəkət edirəm. Amma sürət göstərmir. Deməli, çarxların sürətini görür, amma avtomobilin sürəti göstərmir. İndi gedək, yoxlayaq, görək. Problem speedometrdədir. Yoxsa speedometrdən sensora qədər olan naqildədir. Yoxsa həqiqətən də sensorun özündədir və yaxud da ki, sürət qutusundadır problem. Deməli, buna baxmaqdan ötürü nə etmək lazımdır? Deməli, sürət sensoru yerləşir. Bu köhnə sürət sensorunun belə deyə də fırlanğac mexanizmidir. Şlitsləri yeyilib görürsünüz, bax, dişləri yoxdur. Bu köhnədir. İndi üstündə bir dənəsi də var. Gediş-gəliş lüftu da indi sensor bunu basmalıdır. Düzdür, sensorun içində purjun mexanizmi var, bunu basmalıdır. Deməli, buradan gedirik, orada yerləşir. O tərəflərdə dalda bir yerdir. Buranı sökək. Bax, görək nə göstərir. Deməli, sürət sensorunun sürət sensoru orada yerləşir. Oradadır. Bax, böyle görsənir. Onun kabelini çıxartmışam bura. Deməli, bizdə burada bir dənə polis olmalıdır. Hansı ki, hal-hazırda 9 volt göstərir. Niyə bilmirəm. Akkumulyator 12 volt. 9 volt göstərir. 12 volt. Hə, bu yəqin ki siqnal kabelində 9 volt göstərir. Belə şey olmalı deyil. 9 volt. İndi baxaraq görək. Bəlkə kabellər haradasa bir-birinə dəyir. Yoxlamaq lazımdır. Speedometrin yoxlamasının əsas yeri asan üsulunu tapdım. O deyir ki, tənbəl əl əsas üsulları tapır. Sensoru çıxartmışam, keçmişəm bura. Onu da keçmişəm direlə. Güya ki, onu korobka fırladır. Naqilləri filan yoxlamaqdan ötürü söküb dağıtmışdım artıq. Bir dənə elə belə direlin düyməsini bas, astaca. Bas. Speedometr işləyir, sensor da işləyir. Deməli, problem nədir? Korobkanın içindədir, şlitzin yanında. Gedək baxaq görək nə olub. Yaxşı. Deməli, Hyundai məsələsi ilə bitirdik. Bizdən qabaqki ustaların əl işidir.
sensorunda deməli sürət qutusunda da vurma var idi. Kişilər bir də icazə verin. Sürət qutusunda da vurma var idi speedometr işləmədiyinə görə. Saat kimi. Bu da speedometr. Vəssalam. Hər şey işləyir. Qalxdı, düşdü. İndi burada çox sürət ala bilmirəm. Həm də ki, ekran da əlimdəydi, yağlandı deyəsən. Vəssalam. İndi geri verirəm, qalxır. Hər şey qaydasında. İndi yığıb təhvil verəcəm sahibinə. Oldu, tamam, yolda qalmayın. Deməli, sizə nə izah eləmək istəyirəm? Bu gördüyünüz mexanizm sürət qutusunun içində olur. Bu hissəsi çöldə olur. İndi bunu usta çıxardanda başını qırıb, bunu başa düşdük, bu heç. Çöl tərəfdən bir dənə boltla bağlanır. Mən də özüm bunu sökmüşəm. Görürsünüz, bu çiv olur, bir də burada. Keçir bu paza. Bu boşluq yerinə bu çiv keçir. Buradan birinci keçir. Gördünüz, necə ağır keçir. Bura kimi gəlir, burada ağır keçir. Görürsünüz, gəlir, ağır keçir. Bu belə olmalı deyil. İndi niyə belə olmalı deyil, mən sizə izah edəcəm. Bu da bu hissədə. Olur, bir də burada. İndi mən bunu bura çəkizlə vurub salmaq istəmirəm. Güclə çıxartmışam burada. İndi avtomobil düzəltmişəm, o heç, o gedib. İndi sizə izah eləmək istəyirəm ki, əgər evinizdə və yaxud da ki, ustalar, bizim yeni işə başlayan ustalarımız bu hadisə ilə qarşılaşanda əlavə xərclər olmasın deyənə özləri bu proseduru yoxlaya bilsinlər. Çox kobud hərəkət eləyir. İlişir bu. İlişir. Halbuki bu bunun içində rahat hərəkət eləməlidir. Rahat. Deməli, bunun bu hissəsinin pazına keçir sayğacın, yəni sensorun bu pazı. Bu keçir bura. Bu da ona üstdən bağlanır, gördüyünüz kimi. Bir dənə bağlayayım. Gördüyünüz kimi bu da buna belə üstdən bağlanır. Deməli, bu mexanizm fırlananda sayğacın da həmin o ilgəyi fırlanır. Və fırlananda siqnal pini, ən soldakı pin, yoxsa belə, siqnal pini, ən soldakı pin speedometrə birbaşa siqnal göndərir. Bu plusdur, bu da ground. İndi məsələ nədir? Görürsünüz, mən bunu salmışam bunun içinə. Nə qədər də çevirsəm, bu ilgəkdən çıxmır. Amma halbuki bu belə olmalı deyil. Bu cür olmalı deyil. Nə olmalıdır? Bunun sayğac mexanizmi yaylıdır. Baxın. Görürsünüz? Yayı var. Yəni mən bunu basanda bu aşağı yuxarı gedir, gəlir. Bunun hərəkətliliyi içində elə bir vəziyyətdə olmalıdır ki, bu yay bu dişli çarxı bu boyda məsafəyə çıxarda bilsin. Belə. Yəni, üstdən itələyib, sürət qutusunun içində olan şlitsə keçirdə bilsin. Bu da bunu itələyə bilmədiyinə görə, yarımçıq itələdiyinə görə, bu dişli çarx həmin o şlitsə keçmirdi və nəticədə belə bir mənzərə əldə olunmuşdu. Və beləliklə, fırlanma əmsalı dişli çarxlar vasitəsilə sensor köməkliyi ilə speedometrə düzgün göndərilə bilmədiyinə görə biz də bundan əvvəl
sürət qutusu mövzumuzda öyrənmişdik ki, spidometrin göstəricisi, pedalların göstəricisi sürət qutusu üçün vacib elementdir. Sürət qutusu həm yerində drive reverse vəziyyətinə çevriləndə dəhşətli dərəcədə vurma eləyir və yolda da sürəti dəyişməkdən, daha doğrusu göstəricini dəyişməkdən ötürü çətinlik çəkir, ötürücünü ötürücüyə keçirdə bilmir. Ona görə də bu mexanizmi defektovka eləməkdən ötürü bu cür belə söküb defektovka eləmək lazımdır. Mən nə qədər də çalışsam, bunun içindəki vəziyyəti düzəldə bilmədim. Belə ki, orada artıq gördüyünüz kimi sol tərəfdə belə bir cızıq, necə deyim sizə, oyulma, yiv əmələ gəlib. Baba, görürsünüz, içində. Rus dilində desək, vırıbıtka. Yəni, yeyilmə əmələ gəlib. Bu tərəfdən də görsənir. Görsənir. Baxın, görürsünüz, yeyilmə əmələ gəlib. Ona görə də bu mexanizm bunun içində düzgün hərəkət eləmir. Beləliklə də insan az qala sürət qutusunun təmirinə düşürdü. İndi biz təmir elədik, yola saldıq, amma dedim ki, siz də bu məsələdə bir balaca diqqətli olasınız. Bunu da yoxlamasını sizə sadə yolla göstərdim, necə yoxlayırlar drill vasitəsilə. Belə, yolda qalmayın.